mən burada onu demək istəyirəm ki, Azərbaycanın kifayət qədər qaz ehtiyatları vardır və hal-hazırda da müxtəlif yataqlarda işlər davam etdirilir. 2021-ci ildən bəri 2024-cü ilə qədər Azərbaycan qaz dəhlizi ilə ixrac olunan qaz həcmlərinin 57% artırılmasına nail olmuşdur. Əlbəttə ki, bu təxminən bir 60%-ə yaxındır. Bu çox böyük nailiyyətdir, amma eyni zamanda bu prosesin daha da sürətləndirilməsi və yeni qaz təchizatının əldə edilməsi və bu rəqəmlərin artırılması üçün daha çox Avropa İttifaqı ilə əməkdaşlığımıza ehtiyac var. Ona görə ki, burada söhbət uzun müddətli kontraktlardan getməlidir. Biz təbii qaz istehsal edirik və boru xətti ilə onu təchiz edirik. Bizim imkanlarımız yoxdur ki, əgər hər hansı bir səbəblərə görə qaz təchizatı baş verməsə, bunu başqa bir yerə yönəldək. Ona görə bu bir xüsusiyyətdir. Bizə uzun müddətli kontraktlar və eyni zamanda əlbəttə ki, Avropa İttifaqından qarantiyalar və mümkün qədər investisiyalar və maliyyələşdirmə lazımdır ki, biz daha böyük templə öz demək, qaz istehsalı prosesini və bizi Avropa ilə birləşdirən qaz təchizatı infrastrukturu genişləndirə bilək.